Deməli, baxırıq 56-cı suala. Choose the correct variant. Only families in the village moved to the city. Deməli, biz bilməliyik ki, only'dən sonra nələr gələr? Gələr a few, a little, bir də some. İndi mən burada baxıram nəyə? İsmimin tək və yaxud cəm olmasına. Burada baxıram ki, families tək cəmdə olan isimdir. Cəmdə olan isim olduğu üçün mən burada A variantı götürürəm. Only'dən sonra much gəlməz, only'dən sonra a lot gəlməz, a lot zərfdir. Only'dən sonra few gəlməz. Y variantında isə only, a little'dan sonra saymayan isim gəlməlidir. Onun üçün cavab A variantı. 57-də make up a sentence cümlə qurun. Burada deməli biz bunun asan variantı odur ki, variantları açıb cümlələri yazıb düzgün quruluşa sahib olan cümləni seçmək lazımdır. Burada bəli B variantı olacaq. Mother cooked vegetables for us in the kitchen. Anam deməli tərəvəzlər bişirdi, hazırladı bizim üçün mətbəxdə. Yer zərfliyi çox vaxt elə həmişə axırda gəlir. Və bizim xəbərimiz də mübtədadan, yəni motherdən sonra gəlməlidir. Onun üçün cavab B variantı. Choose a correct modal verb, düzgün modal feili seçin. Deməli biz burada yadınızda qalsın, əgər birdən artıq cümlə verilibsə, deməli orada tərcümə mütləq rol oynayır. Burada qrammatik cəhətdən səhv olan variant D variantıdır, çünki are able to, to-su yoxdur. Qalıram indi A, B, C, Y-nin arasında. Bunun bir məntiqi yolu var ki, baxın, burada yalnız inkar olan variant A variantıdır, digərləri təsdiqdir. Mən o saat onu A-nı götürə bilərəm. Bu məntiqi yoludur. Nəyə görə? Çünki əgər mən B-ni götürsəm, niyə C-ni götürməyim, niyə Y-ni götürməyim? Yəni 1 inkar, 3 təsdiq varsa, deməli orada inkar doğrudur. Və yaxud da 1 təsdiq, 2 inkar varsa, az olan götürülür. İndi bunun tərcüməsinə baxaq. I can hear you well enough. Deyir, mən səni yaxşı eşidə, kifayət qədər yaxşı eşidə bilirəm. You needn't shout. Sənin qışqırmağına deyir, ehtiyacı yoxdur. Speak in a low voice. Asta səslə danış. Tərcümə baxımından da A variantı uyğun gəlir. 59. Which word fits the following definition? Physical harm or injury caused to something. Deməli deyir ki, fiziki zərər nəyəsə səbəb olan zədə. Bu nə olar? Zərər, ziyan, damage olar. Profit mənfəətdir, support dəstəkləməkdir. Defense joy da bu definitiona uyğun gəlmədiyi üçün burada cavab olacaq B variantı. 60-cı sualda. Deməli bu da tərcümədir. Choose a correct variant, düzgün variantı seçin. You can trust choose. Deməli sən onlara dürüst olmalısan. Yəni onlara dürüst ola bilərsən. Kimdir ki onlar? Ona baxırıq. Kim ki are brave and devoted. Bəli, cəsurdur. Often lie. Tez-tez yalan danışan insanla niyə dürüst ola biləsən? Are faithful, düzdür. Are fearful and cruel. Yalan, qorxaq və qəddar olan insana sən niyə dürüst olasan? Onun üçün cavab B variantı. Baxırıq 61-ci suala. Choose a compound nouns. Deməli biz bilirik ki, isimlərin quruluşca 3 növü var. Sadə, düzəltmə, mürəkkəb. Simple noun, derivative noun and compound noun. Sadə isimlər bir kökdən ibarət olur. Derivativ isimlər isə derivative nouns consist of two elements, a root and suffix or prefix. Deməli bu düzəltmə isimlər isə kökdən və suffikslər və prefikslərdən ibarət olur. Suffix söz sonu şəkilçidir, prefix isə söz önü şəkilçidir. Compound nouns isə consist of two root, two and more root. 2 və daha artıq kökdən ibarət olur. İndi baxırıq burada ki, 2 və daha artıq sözdən ibarət olan sözlərə biz compounddan götürəcəyik. 1. Home və work sözlərindən ibarətdir. 3. Vision olmayacaq, population olmayacaq və switch short. Qavinədə o da düzəltmədir. Onun üçün cavab B variantı. 61. Choose a correct variant. Aha, nöqtələrdən sonra görürəm ki, cəm isim gəlib. Cəm isim gəlib, plusdakı. Baxın, in January varsa, deməli, burada sadə zamanla götürüləcək. Plusdakı gələn ismim cəm olduğu üçün mən ya burada are götürərəm, ya da were götürərəm. O variantlardan hansı var? Are var. Onun üçün cavab olacaq B variantı. 63. Aha. The child has found his bicycle. He is very cheerful. The child has broken his bicycle. He is very sad. Aha, 1-2 olacaq elə burada. Y variantı. Deməli, uşaq velosipedini tapdı, o çox sevindi, yəni xoşbəxt oldu. Uşaq velosipedini, deməli, onun velosipedi sındırılıb. Burada he is very sad, o qəmgin oldu. 3 doğru deyil, çünki əgər velosipedini tapıbsa, niyə məyus olsun? 4-də də əgər velosipedi sınıbsa, niyə xoşbəxt olsun? Onun üçün cavab Y variantı. 64-də bizdən artikellar istəyir. Deməli, birinci boşluqda mən üstünlük dərəcəsi görürəm. Üstünlük dərəcəsi görürəm deyə
Burada mən bilirəm ki, üstünlük dərəcəsi Z artiklı ilə işlədilir. Onun üçün birinci boşluğa da Z qoyulacaq və burada in the world. Burada da mütləq Z artiklı qoyulmalıdır. In the world. Bu Z ilə işlənən ifadə olduğu üçün mən A variantı. Aha, baxırıq 65-ə. 65-də this is nöqtələrdən sonra isim gəlib, umbrella çətir, digər nöqtələrdən sonra isə isim yoxdur. Deməli, mən birinci tərəfdə yəli əvəzinin aslı formasını, digər tərəfdə isə yəli əvəzinin müstəqil formasını qoyacağam. Baxıram, birinci tərəfi yəli əvəzinin aslı forması olmayan variantları çıxıram. B variantını çıxıram, çünki mayından sonra isim gəlməz. Digər tərəfdə isə mənə müstəqil forma lazımdır. Müstəqil forma olmayan variantları da çıxanda qalır Y variantı. This is my umbrella, but that is yours. Bu mənim çətrimdir, lakin o səninkidir. 66-cı suala. Choose a correct tense form, düzgün zaman formasını seçin. Deməli, baxırıq burada nə var? As soon as var. As soon as bağlayıcısı varsa necə olmalıdır? As soon as-dən əvvəl sadə zaman, sonra əvvəl gələcək sadə zaman, sonra indiki sadə zaman və yaxud da hər iki tərəfdə keçmiş olmalıdır. O variantda hansında var? Bir birdə var, bir də ikidə var. Onun üçün cavab olacaq Y variantı. The passengers got off the train as soon as it arrived at the station. The passengers will get off the train as soon as it arrives at the station. 3 qəti olmaz. 4 də as soon as-dən sonra indiki bitmişi işlətmirik. Yəni, əsasən as soon as-dən əvvəl gələcək sadə, sonra indiki sadə və yaxud da hər iki tərəfdə indiki keçmiş olmalıdır. Deməli, burada 67-ci sualda düzgün, sifətin düzgün dərəcəsini seçin deyir. Baxıram, mən burada variantlarla işləyirəm. A variantı doğrudur, B variantı yanlışdır. Əz-əzin tərkibində ad dərəcə olmalıdır. C variantı əz-əzin tərkibində yenə də ad dərəcə olmalıdır. Burada isə üstünlük verib yanlışdır. D variantı əgər zəndirsə, cleverer olmalıydı. Bu, clever iki cür düzəlir. Həm more clever olur, həm də cleverer olur. Yenə də zən olduğu üçün burada müqayisə olmalıydı. Burada isə clever-nə adı verib. Y variantında isə as-dən bu quruluşda doğru deyil. Ya as clever as olardı, ya da cleverer zən olardı. Onun üçün cavab A variantı olacaq. 68. Choose the words with the close meaning. Yaxın mənalı sözləri seçin. Difficult, hard doğrudur. Clever, smart doğrudur. Delighted, tired yanlışdır. Nice, ugly yanlışdır. Slow, quick bu da yanlışdır. Delighted məftunəncidir, tired yorğundur. Nice gözəldir, ugly çirkindir. Slow yavaşdır, quick cəlddir. Quick cəlddir. Onun üçün 1, 2 olacaq.